xeyir olsun. Çox uzun zamandan sonra nəhayət ki, YouTube kanalımda videolarımız davam olunacaq. Artıq çalışacağım ki, tez-tez sizinlə bu videoları paylaşım. Yeni öyrənənlər üçün faydalı olacağını düşünürəm. İndi isə davam edək, başlayaq işimizə. Deməli, bugünlər mən belə bir 2D çizim götürmüşəm və onu necə çəkəcəyimizi göstərəcəm. Əvvəla burada mərkəzdən mərkəzə 72 qeyd olunur. Ortalarda diametr 40, diametr 25, bu evlə göstərilən radiusumuzdur. Bunların hamısını necə çəkəcəyiksə, izah oluna gedəcəm. Deməli, öncəliklə polyline götürürük. Qeyd daha sonra orta burada diametrlər verilir. Mərkəzdən diametri 40, burada qeyd olunur 40 və 25 olan 2 dənə dairəmiz var. Dairəni çəkdik. Ondan sonra burada son nöqtədən 70-nin ən sonundan. Burada da qeyd olunur. İkisi də eynidir. 10 yuxarı qalxırıq və mərkəzimiz bura olmaqla və yaxud da buradan 10 aşağı düşürük. Radiusu 10 və radiusu 5 olmaqla 2 dairə çəkirik. Mən burada belə bir şey elədim. Buradan aşağı 10 düşdüm. Ondan sonra indi biz burada radius var. Bayaq diametrlə idi, indi isə radius var. Radiusu bura olmaqla biri 10, digəri isə 5 çəkdik. İndi isə bu xəttimizi silə bilərik. Bu ikisini də götürüb, top edib, bura yerləşdirə bilərik. Gördüyünüz kimi eyni üsulla həm burada, həm burada 2 dənə dairələrimizi qeyd elədik. İndi isə burada radiusu 8, daha sonra burada 2 tərəfə bitişik bir əyri alınır. Burada isə radiusu 42 olmaqla. Bura radiusu 42 olduğu üçün bu digər tərəfdə də 42 olacaq. Çünki eyni ölçülü dairələrdir. İndi isə gələk tam radius. Yəqin ki, əvvəlki dərslərimə baxmışsınız. Əvvəlki dərslərdə bunlar haqqında ətraflı izah etmişəm. Tam radius, tərəf radius. Yəni, tərəf, bu tərəf və radius. İndi isə bura gəldik. Tərəf və indi radiusu 8 qeyd edirik. Daha sonra bu bir tərəfə. Daha sonra buranın radiusu 8 olduğu üçün digər tərəfin də radiusu 8 eyni. Bunu digər tərəfdə də qeyd edirik. Tərəf, radius 8. Daha sonra digər hissədə radius 42. Deməli, bunu basırıq. Tərəf və radius 42. Bunu qeyd elədik və digər tərəfdə də tərəf, radius 42 qeyd elədik. İndi isə trimlə TR enter vururuq. Trimlə bunların hamısını təmizləyirik. Əvvəl izah olunur. Həmin dərslərə baxa bilərsiniz. Burada arada qalan nə varsa, hamısını bir təmizləyirik. Və gördüyünüz kimi bizim 2D çizimimiz artıq hazırdır. İndi isə üzərinə ölçüləri qoyaq. Ölçülər də əvvəlki dərslərdə izah olunur. İstəsəniz yenidən baxa bilərsiniz. İndi
Dimension'dan gəlin elə buranı bölək. Buradan da bir düzəldək. Bunların ölçüsü diametrlə idi. Daha sonra buradan bura ölçüsü buradan bura ölçü qeyd olunmuşdu. Daha sonra radiuslar qeyd olunur. Sonra radiuslar idi. Gelin bizim çizimimize de bakın. Çizimde de eyni 18, diametre 40, diametre 25, ölçü 72, radius 42, 10 ve 5 olmakla çizimimiz artık hazırdır. Yeni derslerde, yeni videolarda görüşene dek baxdığınız, izlediğiniz için çok sağ olun. Beğenip paylaşmayı da unutmayın. Teşekkür ederim.